Salam. Kilsədə qadınlar liderlik edə bilərmi, yoxsa kənarda durmalıdırlar? Bu sual bilirsiniz, əsrlərdir ki, davam edən müzakirələrə səbəb olur. Fərqli fikirlər, fərqli yanaşmalar var. Yaxşı, bəs bütün bu fikirlərin mənbəyi olan müqəddəs kitabın özü bu barədə nə deyir? Gəlin bugün bu həssas, amma çox vacib mövzuya birlikdə aydınlıq gətirək. Bugünkü araşdırmamızda demək olar ki, bir zaman səyahətinə çıxacağıq. Hazırsınızsa, başlayaq. Bəli, bütün müzakirələrin mərkəzində dayanan əsas sual budur. Müqəddəs yazılar qadını Allahın planında səlahiyyətli, fəal bir lider kimi təqdim edir, yoxsa sadəcə arxa planda qalan səssiz bir iştirakçı kimi? Bu iki fərqli mənzərə təbii ki, çaşqınlıq yaradır. Gəlin bu düyünü açmaq üçün ən başa, hər şeyin təməlinə qaydaq. Deməli, ilk dayanacağımız hər şeyin başladığı yer, yəni yaradılış kitabı. Çünki bilirsiniz, təməl möhkəm olmayanda onun üzərində qurulan heç bir şey dayanıqlı ola bilməz. Bu mövzunun təməli də məhz buradadır. Və baxın, elə ilk fəsildəcə qarşımıza fundamental bir həqiqət çıxır. Yəni, daha ilk səhifədən müqəddəs kitab bizə deyir ki, başlanğıcda heç bir iyerarxiya yoxdur. Kişi də, qadın da eyni dərəcədə, eyni dəyərdə Allahın obrazını, onun surətini daşıyır. Bu isə o deməkdir ki, onların hər ikisi Allahın dünyadakı məqsədləri üçün bərabər məsuliyyətə malikdir. Təməl prinsip budur. Bəs o tez-tez səhv anlaşılan uyğun köməkçi ifadəsi, bu kiminsə kimdənsə aşağı olması deməkdirmi? Qətiyyən. Baxın, orijinal İbrani dilində bu ifadə ikinci dərəcəli bir köməkçi yox, əksinə bir-birini tamamlayan, gücləndirən bir partnyorluğu, strateji bir müttəfiqliyi ifadə edir. Yaxşı, bəs bu bərabərlik prinsipi sadəcə kağız üzərində bir ideyadırmı? Gəlin görək reallıqda necə işləyib. Əhd Ətiqə, yəni Tövrat və Zəbura baxanda görürük ki, Allah öz xalqını rəhbərlik etmək üçün heyrətamiz qadın liderlər seçib. Məsələn, gəlin Devoradan danışaq. Təsəvvür edin, o sadəcə bir peyğəmbər deyildi. O, İsrailin baş hakimi, ordunun baş komandanı idi. Yəni, bütün xalqın taleyini həll edən ən yüksək siyasi və ruhani şəxs. Və ya Ester, onun cəsarətli stratejiyası bütün bir xalqı məhv olmaqdan xilas etdi. Bunlar tək-tük istisnalar deyil. Bu, Allahın öz planında qadınların gücündən və müdrikliyindən necə istifadə etdiyini göstərən normal nümunələrdir. İndi isə gələk İsa Məsihə. Onun qadınlara olan münasibəti o dövr üçün sözün əsl mənasında bir zəlzələ effekti yaratdı. O, cəmiyyətin qoyduğu bütün qaydaları və stereotipləri alt-üst etdi. Düşünün, o dövrdə bir müəllimin, bir rabbinin qadınlarla hamının gözü qarşısında danışması, onlara dərin ruhani mövzuları izah etməsi, bu qəbul edilməz bir şeydir. Amma İsa məhz bunu etdi. O, qadınları kənarda duran izləyicilər yox, öz missiyasının ayrılmaz hissəsi, fəal şagirdləri, müzakirə ortaqları və hətta maliyyə dəstəkçiləri kimi qəbul etdi. Bu həqiqi bir inqilab idi. Və indi gəldik bəlkə də ən zirvə nöqtəyə. O cəmiyyətdə qadının şahidliyi hüququ olaraq etibarsız sayılırdı. Bəs Allah nə edir? Bütün bəşər tarixinin ən vacib xəbərini, Məsihin dirilişini elan etmək üçün ilk şahidlər kimi məhz qadınları seçir. Məsihin qələbə müjdəsini kişilərə çatdırmaq vəzifəsi onlara həvalə edilir. Bundan daha güclü bir etimad mesajı ola bilməzdi. İsa'nın başlatdığı bu yeni yol, təbii ki, ilk kilsənin həyatında da öz əksini tapdı. Qadınlar müjdənin yayılmasında kişilərlə çiyin-çiyinə çalışan bərabər hüquqlu tərəfdaşlar oldular. Və Əhd-i Cədid bizə konkret adlar verir. Məsələn, Febe. Pavel onu sadəcə köməkçi adlandırmır, ona rəsmi bir titul verir. Diakonissa. Yəni, o, kilsənin rəsmi nümayəndəsi, səfiri idi. Və ya Priskilla. Bu ümumiyyətlə heyrətamizdir. O, istedadlı bir natiq olan Apollosa, yəni bir kişiyə, əri ilə birlikdə ilahiyyatı daha dərindən öyrədirdi. Həvari Pavel öz məktublarında bu qadınları əməkdaşlarım, döyüş yoldaşlarım adlandırır. Yaxşı, bura qədər hər şey aydın və məntiqli görünür. Amma gəldik o məşhur suala, bəs qadınların kilsədə susmasını tələb edən ayələr, bu necə olur? Gəlin bu ayələrə bir problem kimi yox, sadəcə kontekstini anlamağa çalışdığımız bir tapmaca kimi baxaq. Baxın, problem tam olaraq budur. Həvari Pavel eyni məktubun bir yerində deyir ki, qadınlar peyğəmbərlik edə, yəni danışa bilər. Amma cəmi bir neçə səhifə sonra deyir ki, yox, qadınlar sussunlar. İndi sual yaranır. Pavel öz dediyini unudub, yoxsa burada bizim görmədiyimiz başqa bir şey var? Cavab əlbəttə ki, kontekstdədir. Baxın, Pavel universal qanunlar toplusu yazmırdı. O, konkret şəhərlərdəki, konkret kilsələrdəki real, qarışıq problemlərə cavab verirdi. Korintdəki problem nə idi?
xaos, nizam-intizamın olmaması idi. Və onun susun əmri təkcə qadınlara yox, ibadəti pozan hər kəsə, o cümlədən kişilərə də aid idi. Məqsəd kimisə aşağılamaq yox, sadəcə nizam-intizam yaratmaq idi. Timoteyə yazdığı məktubdakı məhdudiyyət isə böyük ehtimalla yalan təlimlərin yayıldığı Efesdəki spesifik bir böhranı həll etmək üçün müvəqqəti bir tədbir. Beləliklə, bütün bu detalları, tarixi nümunələri, çətin ayələrin kontekstini bir yerə yığdıqdan sonra, bütün mənzərəni aydınlaşdıran o böyük, birləşdirici həqiqətə gəlib çıxırıq. Və bu ayə demək olar ki, bütün müzakirələrə son qoyur. Məsələ budur ki, Məsihin qarşısında bizim dünyəvi etiketlərimizin heç bir əhəmiyyəti qalmır. Kişi, qadın, Yunan, Yahudi. Bunların heç biri bizim ruhani kimliyimizi və çağırışımızı təyin etmir. Məsihdə hamımız birik, hamımız bərabərik. Və bu nə deməkdir? Bu o deməkdir ki, müqəddəs ruh öz qabiliyyətlərini liderlik, müəllimlik, müdriklik kimi ənamları cinsiyyətə baxmadan paylayır. Ruh bu ənamları kimə verirsə, kilsənin ümumi xeyri üçün verir. Yəni, əgər ruh bir qadına liderlik ənamı verirsə, kiminsə ona, yox, sən qadınsan olmaz deməsi, əslində ruhun işinə qarşı çıxmaqdır. Bütün bunları nəzərə alanda, bugün qarşımızda duran əsas sual budur. Bizim icmallarımız, bizim kilsələrimiz, müqəddəs kitabın təsvir etdiyi bu möhtəşəm birliyi və bərabərliyi nə dərəcədə yaşayır və nümayiş etdirir? Bu, hər birimizin üzərində düşünməli olduğu bir sualdır.